Salam ərz eləyim əziz dostlara. Bu nöqtədə bir dənə calib daşla bərxord eləmişəm. Kamilən təraşxorda daşdı. Baxız, daşın o qismətin borəşi və bu qismətləri kamilən müşəxxəsdir. Əcib bir daşdı. Həm bir dənə filişə ya sərpeykana oxşay, həminki bir zaviyələrdən balığa oxşay. Mən özüm şəxsən deyəm ki, bu bir dənə balıq daşıdır. Bu qismət balığın kəllə tərəfi və bu qismətdə quyruq tərəfidir. Üçün əgər baxsız, borəş idi ki, burada əncam tapılıbdır. Bir surətdə memari olunub ki, daşın bu qismətində balığın quyruğunu çıxardıblar. Baxız, quyruq, balı yaşoşi, bu da kəllə qisməti. Mən də hər yerdə balıq numadı ilə bərxord eləmişəm. Görmüşəm ki, ətrafımda tətvin vardı. Tətvin ya baxar tərəfində olar, ya quyruğun dalında. Qətiyyətlə deyə bilirəm ki, hər yerdə balıq numadı görsünüz. Hətmən ətrafda tətvin olacaq. Vaqən calibdir. İndi daşın altına baxsınız. Görəcəksiniz ki, heyvan oranı eşələyibdir və bir surax yüzə çıxıbdır. Üçün torpaq boşdur, heyvan oranı eşələyibdir. Mütməinnəm ki, bunun altında bir dənə tətvin vardı. Və tətvin ya məqbərə bu qismətlərdə qərar tapılıbdır ki, tətvinin idaməsi bu daşın altına xətm olayı. Pəs bizim tətvinimiz bu qismətdə olacaq. Əgər sərpeykan ya filəş olsa, Yəhudi qəbrinə işarə eləyər. Çün filəş ya sərpeykan çoxdar Yəhudi nişanələrindəndir. İndi bunun qabağında sarı hərəkət eləyəm ki, görək qabağında nə veribdir. Pəs bir dənə tətvinimiz burada olacaq. İndi bunun kəlləsinin cəhətində düz müstəqim gedəyəm qabağa. Görək ki, nə mənə vardı. Təqribən 13 metr bunun qabaqlığında bir dənə qəbr açılıbdır. Baxız, bu bizim qəbrimiz. Ki, kamilən gizlin bir qəbridir. 1 metrdən çox torpağı götürəndən sonra qəbrin səqfi başlanıbdır. Səqfi qəbr. Qəbrin divarələri ki, bir dənə qəbrə keşo idi. Bar verən qəbirlərdən ola bilər. Bu daş da o qismətdən götürülüb. Diqqət eləsiniz, görəcəksiniz bu daşın özü də borəşxorda bir daşdır. Baxız, kamilən borəşxorda bir daşdır. Bu da bizim gözəl qəbrimizdir.